Yeni robot tosteranı almaq istəyənlər diqqət, bu postum sizlər üçündür. Storydə hər dəfə görəndə sual verilir ki, robot tosteran necədir, hansı firmadır, razısınızmı? Mən robot tosteranı artıq 5 ildir istifadə edirəm. Bəli, çox razıyam. Çox keyfiyyətli çıxdı. Məndəki Xiaomi markasıdır. Robot tosteranın baxımını, təmizliyini vaxtında etmək lazımdır ki, ömrü biraz da uzansın. Bu ön kamerası, bu isə yan kamerasıdır. Alt hissəsində belə təkərləri var. Baxın nə qədər zibil yığıbdır. Məndə toz qabısının qapağı qırılıbdır. Aldığım mağazadan soruşdum. Dedilər ki, bizdə artıq satışı dayanıbdır. Servisə müraciət edin. Elə belə də qalıbdı. Heç servisə müraciət etməmişəm. Bu isə filtridir. Alanda demişdilər ki, ildə bir dəfə yumaq olar. 5 ildə cəmi 3 dəfə yumuşam. Bu isə alt hissəsinin turbo şotkasıdır. Hansı ki, xalçanı çox gözəl darayır, tükləri yığır. Əslində bu şotkanı, toz qabısını hamısını qəşəng yuyuram. Sadəcə indi qoşacam evləri süpürsün deyənə nəm salfetlə sildim. Onu da deyim ki, robot tosteran dərin təmizlik üçün deyil, günlük təmizlik üçün çox yaxşıdır. Düşünürəm ki, xanımlar imkan daxilində özlərinə bu yaxşılığı edib ala bilərlər. Bu isə su qabı və paspasıdır. Qoşuram evləri ikisini birlikdə həm süpürsün, həm silsin. Düşünürəm bu postum yeni robot tosteran almaq istəyənlər üçün yararlı olar. Əlavə də nəsə sualınız olsa rəylərdə yaza bilərsiniz. Hələlik.